Və bu xeyra açar olmağın da 7 səbəbi var. Birincisi ixlası düzəltməklə. İxlas hər bir əməlin əsasıdır. Onsuz əməl qəbul olmaz. İxlas yoxdursa əməlin qəbul deyil. Nə qədər əməl eləyirsən elə. İxlas və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabeçilik. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm dinin necə buyurub, o cür əməl etmək. Bu yoxdursa, sənin əməlin qəbul deyil. Və sənin xeyrə açar olmağın üçün ilk növbədə özün ixlası olmalıdır ki, o qəlbindəki ixlas sənin üzvə bir ruzə versin. Onunla xeyir əməllərə müvəffəq olasan. Onlar insandır, xeyir əməllər eləyir. Görsə Quran oxuyur, insanlara dərs verir, insanlara xeyir verir, yardım eləyir və yaxud məscid tikir, yol çəkir. Amma ixlası olmadığına görə onun davamçıları yoxdur. Yoxdur onun davamçıları. Özü əməl eləyir, kiməsə göstərmək üçün, kim üçünsə, nə üçünsə eləyir, dünyadan olan az mənfəət üçün eləyir, onunla da əməli puç olur. O özü müvəffəq olmur. Müvəffəq olmaq üçün mütləq hər bir əməldə ixlaslı olmalı. İxlas əməlin əsasıdır. Sən onsuz da buradan çıxıb gedirsən namaza. Addımlaya gedirsən. Sən niyyətini düzəltsən ki, mən Allah üçün fərz namazını qılmağa gedirəm, başqa bir niyyətim də yoxdur burada. Niyyətini düzəltsən sadəcə. O getdiyin addımlarda belə savab var. Qıldığın namazda belə savab var. Niyyətini düzəltmirsən, gedim cəmaət görsün ki, mən də oradayam, məsciddəyəm. Onunla əməlin batil olur.